Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Sizə dəstək üçün növbəti bir videonu təqdim edirəm. Bu videoda bəzi qarşılaşdığımız başqa bir tip suallar var ki, o sualları biz görəndə bizdən nə istədiyini başa düşə bilmirik. O tipli suallara ayaq gətirəcəm. Amma əvvəlcə kanala abunə olmağı və paylaşmağı unutmayın və imtahana qədər bu model, yəni problemli məqamlarla bağlı videoları izləmək üçün bildirişi də aça bilərsiniz. Ümid edirəm mərkəz üçün faydalı olar. Hər birinizə uğurlar arzu edirəm. Başlayaq. Sualımızın tipi hansı tipdir? Hansı pedaqoji yanaşmaya ziddir? Yəqin ki, bu model suallarla qarşılaşırsınız. Məsələn, bir situasiya verir və situasiyada deyir ki, verilən müəllimin buradakı yanaşması hansı pedaqoji yanaşmaya əksdir, ziddir? Çoxunuz gedib burada nə götürürsünüz? Müəllim, səhv axtarırıq elə. Xeyr, elə bir yanaşma deyil. Səhv axtarmırsınız. Situasiyanı oxuyursunuz. Situasiyada müəllimin etdiyinin doğru və ya yanlış olduğuna baxırsınız. Onun əsasında ona əks olan bir şey tapırsınız. Yəni, əslində necə olmalıydı və müəllim situasiyada nə edibdir? İndi test izah edəndə daha aydın şəkildə bəlli olacaq. Yəni, sualların başlığını belə qoymuşam ki, hansı yanaşmaya ziddir, hansı pedaqoji yanaşmaya ziddir, bizim üçün problem yaratmasın. Sual belədir. Bu sual onu da qeyd edeyim ki, 2023-cü ilin filoloqlara düşən MİQ imtahan sualı olubdur. Amma fərq etməz, yəni digər ixtisaslarda da bu qarşımıza çıxa bilər. Yəni model olaraq eyni modeldir. Deyir ki, şagirdin akademik nəticələri aşağı olsa da çox yaxşı aktyorluq qabiliyyəti var. Deməli, uşağın akademik nəticələri yüksəkdir, amma daha doğrusu aşağıdır, amma aktyorluq qabiliyyəti nədir? Yüksəkdir. Müəllimi isə şagirdin oxumamağından, çalışmamağından şikayət edir. Hacıqara komediyasının səhnələşdirilməsi zamanı şagird Hacıqara obrazını səhnələşdirmək istədiyini deyir. Çünki onun aktyorluq qabiliyyəti yüksəkdir axı. Yəni öz bacarığını nümayiş elətdirmək üçün müəllimə deyir ki, mən istəyirəm Hacıqara obrazını canlandırım. Müəllim də buna etiraz edir və cavabı isə belə olur. Sənin dil bacarıqların zəifdir. Yəni, sən bunu bacarmazsan. Müəllim burada düz eləyir, yoxsa səhv eləyir? Təbii ki, səhv eləyir. Niyə? Çünki bu uşağın bacarığından istifadə edib onu nəsə formalaşdırmaq lazım idi. Yəni, müəllim burada şagirddə, belə deyək də, motivasiya yaratmalıdır, bacarığından istifadə edib onu öyrənməyə yönəltməli idi. Sən bunu bacarırsan, gəl bunun üzərində işlə deməli idi. Yəni, sonra da akademik bacarıqlarla bağlı istiqamət verə bilərdi, amma eləməyib. Müəllimin buradakı pedaqoji yanaşması səhv pedaqoji yanaşmadır. Yəni, burada da deyir ki, müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Yəni, müəllimin əgər situasiyası, etdiyi addım səhvdirsə, buna zidd olan şey nə olmalıdır? Doğru olan və ya belə deyək də, zidd olan demək o deməkdir ki, tərsi olsun da, yəni əslində neynəməli idi, amma bunu eləyib. Ümid edirəm, başa sala bilirəm. Yəni, situasiyada müəllimin addımı səhv addımdır, doğru olmayan addımdır və müəllim nə etməli idi əslində bu vəziyyət yaranmasın. İndi biz hansı yanaşmaya ziddir? Müəllim necə davranmalıydı? Müəllim necə bir növ desək ki, şagirdi nəzərə almalıydı ki, almayıb bunu eləyib. Təbii ki, burada müəllim şagirdin aktyorluq qabiliyyətinə dəyər verməli idi, onu da özünə inam formalaşdırmalıydı. Onun bacarığına istinad edib onu yönəltməli idi, istiqamətləndirməli idi, motivasiya yaratmalı idi. Sonra onu belə eləməklə qapalı düşüncə tərzinə salıbdırsa, amma əslində açıq düşüncə tərzinə yönəltməli idi. Ona görə də burada aya baxaq. Şagirdin potensialından istifadə etməklə onda öyrənməyə açıq düşüncə tərzi, özgüvən formalaşdırmaq, motivasiya yaratmaqla onu təlim prosesinə cəlb etmək mümkündür. Amma müəllim nə edib? Nə motivasiya yaradıb, nə özgüvən formalaşdırıb, nə də ki, şagirdin açıq düşüncə tərzinə yönəldirməsini baş verib. Deməli, burada elə əslində müəllimin etdiyi bu səhv addım, bu A variantına nədir? Ziddir. Yəni, müəllim normalda belə davranmalıdır, pedaqoji yanaşmasını belə göstərməli idi, amma müəllimin bu pedaqoji yanaşmaya əks olan bu situasiyanı etdiyini görürük. B-də nedir? Şagird emosional intellektini inkişaf etdirmək onun sinif yoldaşları ilə münasibətini yaxşılaşdırır və bu da dərsin marağın artmasına səbəb olur. Bunun heç aidiyyatı yoxdur situasiya ilə.
Şagirdi sinifə arzu olunan davranış nümayiş etdirməyə yönəltmək, nizam-intizam problemlərini aradan qaldırmaq, onu dərsə marağın artmasına gətirib çıxardır. Burada nizamsız, intizamsızlıq məsələsi yoxdur. Təlim prosesində bu variant çaşdırır biraz. Təlim prosesində potensialdan istifadə etməklə onun maraq dairəsinə uyğun mövzuların verilməsi ilə öyrətmə və öyrənmə prosesinin təşkil edilməsi şagirdin dərsə istəyinin artmasına səbəb olur. Zaten şagirdin onsuz da dərsə istəyi var, amma öz bacarıqları çərçivəsindədir. Şagird istəyir, amma müəllim onu qırır. Özgüvənini sındırır. Bax, budur problem. Burada bizə lazım olan variant təsvir olunmuyor. Burada təsvir olunan variant A-daydı. Bunu cavabda dedik artıq. Və təlim prosesinə potensialdan istifadə etmək, onun maraq dairəsinə uyğun mövzular vermək. Yəni, burada şagirdin qeyri-mövzu təqdim eləməyibdir ki, müəllim buna əks bir yanaşma nümayiş etdirsin. Əgər müəllim şagirdə uyğun olmayan mövzular versəydi, məsələn, esse yazdıracaq, esseyə aidiyyatı olmayan bir mövzu verir, onda müəllim bu yanaşmanın ziddini eləyərdi. Müəllimin etdiyi A variantının ziddidir. Şagirdə mənəvi dəyərləri inkişaf etdirmək, onun cəmiyyət üçün dəyərli insan kimi yetişdirmək məktəbin əsas məqsədidir. Bunun heç ümumiyyətlə əlaqəsi yoxdur. Burada doğru cavabımız A variantıdır. Ümid edirəm, aydın oldu. Növbəti model suallarımız da bu formatda gedəcək. Gəlin növbəti sualımıza baxaq. Sualı istəyirsinizsə özünüz bir dəfə oxuyun, nəzərdən keçirdin, sonra davam eləyək. Saxlayırsınızsa, baxdınızsa, davam eləyək. Dərs zamanı şagird əlini qaldırıb müəllimə, mən bu anlayışı başa düşmürəm. Zəhmət olmasa bir daha izah edəsiniz deyir. Müəllim isə şagirdə, bunu necə başa düşmürsən? Bu çox sadədir. Sual verməkdənsə əvvəldən diqqətli olmalıydın. Özün bir də oxu deyir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Sual belədir. Yəni, yenə də müəllimin burada atdığı addım yanlışdır və ya səhvdir. Niyə görə? Çünki müəllim burada bunu necə başa düşmürsən? Çox sadədir. Sual verməkdənsə əvvəldən diqqətli olmalıydın. Yəni, müəllim uşağı burada belə deyək də, səhvinə görə mühakimə eləyir və ona bir növ desək ki, səhvin əslində öyrənmənin bir parçası olduğu ilə bağlı bir stimul vermir də şagirdə. Şagird də burada pis olur ki, mən bir söz soruşdum, müəllim elə bir cavab verdi ki. Bu onu nəzərdə tutur ki, hansı yanaşmaya ziddir? Yenə də məntiqimiz eynidir. Şagirdin müxtəlif vasitələrlə fəaliyyəti haqqında informasiya alması onun özünü monitorinq bacarığını inkişaf etdirir. Aidiyyatı yoxdur. Şagirdin hərtərəfli inkişafını təmin etmək üçün müxtəlif situasiyalarla bağlı müzakirələr təşkil etmək olar. Axı, bu verilən situasiya B variantının əksi deyil, ziddi deyil axı. Verilən situasiya C-nin əksidir. Baxın, müəllim çətinliklərin öyrənmə prosesinin təbii və gözlənilən hissəsi olduğunu vurğulamaqla şagirdin daha çox səy göstərməsini təmin edir. Amma müəllim burada nə edir? Buna əks davranır. Durub deyir, necə yəni bu çətin, bu sadədir. Sualı verməkdənsə əvvəlcədən diqqətli olmalıdır. Şagirdə özgüvən formalaşdırmaq, onun özgüvənini zədələyir həmçinin. Şagird düzdür, bir şey bilməyə bilər. Biz ona normal yanaşmalıyıq. Amma müəllim necə yanaşıbdır? Hə, sən bunu bilmirsən, bu çox sadədir. Sual verməkdənsə gərək diqqətli olaydın. Amma müəllim necə davranmalıydı? Uşaqlar, çətinliyin öyrənmə zamanı çətinliklər ola bilər. Amma əsas odur ki, cəhdlərimizi artıraq və daha səylə çalışaq, daha çox cəhd eləyək. Yəni, C variantına əks davranıbdır. Şagirdin akademik uğurlarını dəstəkləmək üçün onlarda idraki fəaliyyətin bütün mərhələlərinin inkişafını təmin etmək lazımdır. Burada buna əks olan bir şey yoxdur. Şagirdə açıq düşüncə tərzini formalaşdırmaqla onların fəaliyyətində ətrafdakılardan fərqlənməsini təmin etmək lazımdır. Necə yəni, başqalarına müqayisə eləyək? Burada axı başqalarınla müqayisə etməmək və s. etməklə bağlı heç nə yoxdur. Yəni, E variantı C-dən başqa yerdə qalanlar ilə variant olsun deyə qoyulmuş yanaşmalardır. Heç bir belə mübahisəli tərəfi yoxdur digər variantların. C variantı ikinci sualın doğru cavabıdır. Növbəti sual. Baxaq, yenə də sualı istəyirsiniz özünüz bir dənə nəzərdən keçirdin, sonra davam eləyək. Deyir ki, davam edirəm, sualı oxuyuram. Müəllim şagirdlərə qrup formasında bitkilərin yaşaması və inkişaf etməsi üçün lazım olan amilləri qruplaşdıraraq araşdırmağa tapşırır. Hər qrupda bir şagird daha çox fəallıq göstərir. Digər şagirdlərin cəlb olunması zəif olur. Deməli, burada problem nədir? Şagirdin hamısını prosesə cəlb etmək lazım idi. Burada hər qrupda bir şagird prosesə cəlb olunmuş olur. O da ki, təbii ki, öyrənməni hamı üçün bərabər eləmir.
Qruplar işlərini təqdim etdikdən sonra müəllim hər bir qrupun işini yüksək qiymətləndirir. Burada səhv yanaşma var. Niyə səhv yanaşma var müəllimlər? Çünki müəllimin burada bir şagird aktivlik eləyir, digərləri isə cəlb olunması zəif olur. Müəllim belə etməməlidir və müəllim elə etməlidir ki, hamı prosesdə eyni dərəcədə neyləsin? İnkişaf daha doğrusu iştirak eləmiş olsun. Müəllimin bu addımı yenə də bayaqki kimi hansı pedaqoji yanaşmaya ziddir sualı ilə burada qarşılaşdıq. Deyir ki, müəllim dərs boyu şagirdlərin affektiv vəziyyətini müşahidə etməklə onların birgə fəaliyyətdə işləməsini təmin edə bilər. Amma müəllim nə edir? Hər qrupdan bir şagirdin iştirakını əsas təmin edir və yanlış davranır. Yəni görürsünüz, affektiv vəziyyətini deyəndə, yəni sinifdəki o emosional vəziyyətindən söhbət gedir. Sinifdə qarışır, qarışmır, əməkdaşlığa yönəlir, yönəlmir. Bu vəziyyəti izləməklə onları birgə fəaliyyətə cəlb eləməlidir. Amma müəllim nə edir? O daha çox fəallıq göstərir, bəziləri, digər şagirdlər isə zəif cəlb olunur. Qruplar işlərini təqdim etdikdən sonra müəllim hər bir qrupa işini yüksək qiymətləndirmiş olur. Amma orada fəaliyyət göstərən şagird yalnız bir nəfərdir. Ona görə də bu yanaşma yanlışdır. Yəni situasiya yanlışdır və o A variantının ziddidir. Elə cavab olacaq burada A variantı. Sonra deyir, şagirdləri qrup işində müxtəlif fəaliyyətlərə cəlb edib onların intellekt növlərini müəyyən etmək mümkündür. Axı burada şagirdin intellekt növünün müəyyənləşdirilməməsi yoxdur ki, B variantına zidd olsun. Sonra deyir, ardınca şagirdlərə açıq düşüncə tərzi formalaşdırmaqla onları səhvlərdən öyrənməyə yönəltmək heç aidiyyatı yoxdur burada. Burada səhvlərdən məgər səhvləri öyrənmə vasitəsinə çevirməmək məsələsi var ki, burada. Yox. Sinifdə qayda və prosedurlar qoymaq, xeyr, bunun aidiyyatı yoxdur. Çünki sinifin idarə olunmasına aid olan məsələdir. Sinifdə şəxslər arası münasibətləri tənzimləmək üçün şagirdlər arasında anonim sorğu keçirdib, onun nəticələrinin problemin həll olunmasına istifadə etmək olar. Bilirsiniz, variantların heç birində buna əks olan variant yoxdur. Burada bizə birgə fəaliyyət lazım idi. Müəllim də bu birgə fəaliyyəti burada təşkil eləməyib. Ona görə də A variantı deyil, birgə fəaliyyət olmalıydı. Deməli, verilən situasiya A variantının ziddidir, əksidir. Cavab oldu A variantı 3-cü sualda. Növbəti sual, baxın, yəni sualı özünüz bir nəzərdən keçirdim. Davam edək. Sinifdə akademik nəticələri hamıdan yüksək olan şagirdin sosial bacarıqları zəifdir. Deməli, şagirdin akademik bacarıqları yüksəkdir. Amma sosial bacarıqları aşağıdır. Belə ki, şagird fərdi tapşırıqlarda çox yaxşı nəticələr əldə edir. Çünki tək işləyəndə yaxşıdır da. Qrup işlərində fəallıq göstərmir. Çünki sosial bacarıqlar zəifdir ona görə. Sinifdə təşkil olunan tədbirdə iştirakdan yayınır. Müəllim şagirdin bu vəziyyətini onun şəxsiyyət tipi ilə əlaqələndirir. Bunu məqbul sayır. Yəni, bir tutalım ki, introvert şagirddir. O introvert şagirddir deyib, prosesə müdaxilə eləmir və deyir ki, belə də olmalıdır, məqbuldur. Yəni, belə də olmalıdır. Əslində, introvertləri qrup işinə, ekstrovertləri fərdi işə cəlb etmək bir sıxıntı deyil. Yəni, onlar baş verməlidir. Müəllimin yanaşması hansı pedaqoji yanaşmaya ziddir? Burada müəllim şagirdləri hamısını iştiraka cəlb eləməlidir. Yəni, müəllim burada introverti də, ekstroverti də sinifin bir parçasına çevirməlidir. Introvert əgər belə işləmək istəmirsə, müəllim buna əgər elə beləcəni də olmalıdır, yanaşırsa, bu səhv yanaşmadır. Deməli, müəllimin situasiyada yanaşdığı yanaşma səhv yanaşmadır. Bizə nə lazımdır? Doğru olan, yəni daha doğrusu necə etməliydi? Müəllim nə edə bilərdi ki, bunu etməyib və bu vəziyyət yaranıbdır. Dərs prosesində şagirdləri heterogen qruplara bölərək onların hər tərəfli inkişaf etməsi üçün müxtəlif strategiyalardan istifadə etmək məqsədə uyğundur. Bəli, elə cavab A variantıdır. Niyə görə? Çünki müəllim heterogen nə deməkdir? Heterogen qarışıq deməkdir. Qarışıq, yəni nə tər qarışıq? Müxtəliflik. Introvertlərlə ekstrovert bir yerdə olsun, həm düşüncə tərzləri fərqli olan uşaqları bir araya yığaq. Müəllim onu eləmək əvəzinə, müəllim amma nə deyir? Hə, bu şəxsiyyəti introvertdir, ona görə də bu tək işləsə daha yaxşı olar. Xeyr. Onu da qrup işlərinə cəlb eləməkdən ötürü heterogen fəaliyyətlər eləyə bilər. Şəxsiyyətin inkişafı və formalaşması dərsin içərisində də qeyd olunubdur ki, biz introvertlərlə ekstrovertləri bir arada işlətməkdən ötürü heterogen qruplar yarada bilərik.
Heterogen qrupların yaradılmasının məqsədi odur ki, introvertlər ekstrovertlərlə, ekstrovertlər də introvertlərlə bir arada işləyib özünə məxsus olan xüsusiyyətləri inkişaf elətdirə bilərlər. Deməli, A variantı həqiqətən də bizə verilən situasiyanın əksiymiş. Yəni, verilən situasiya bu pedaqoji yanaşmaya zid yanaşmada cavab A'dır. Şagirdlər olduqları kimi qəbul edərək onların akademik nailiyyətlərini inkişaf etdirilməsi üçün müxtəlif tapşırıq və strategiyalardan istifadə etmək olar. Axı bu deyir ki, burada bu düzgün deyil. Müəllim onu əməkdaşlığa cəlb eləməlidir. Burada necə yəni hər kəs olduğu kimi qalmalıdır. Elə o introvertdən ancaq introvert fərdi işlə olmalıdır. Bu ekstrovert bu ancaq qrup işində olmalıdır. Səhvdir. Sonra qrup işlərini təşkil edən zaman müxtəlif qaydalar tərtib edərək hamının iştirakı xeyr, bunun aidiyyatı yoxdur. Qrup qaydaları, şagirdlərin emosional intellektini formalaşdırmaqla onların bir-birinə olan mənfi münasibət. Burada uşaqların mənfi münasibətindən söhbət getmir. Şagirdlərə daha yaxından tanımaq üçün ilin əvvəlində anket sorğu tərtib edib onların maraqlarını və intellektləri haqqında məlumat əldə etmək olar. Axı burada müəllim şagirdin marağını nəzərə almamaqla bağlı bir situasiya görmürük axı ki, E-nin əksi olsun. Burada cavab olmalıdır A variantı. Sonra növbəti sual. Bu sual rəylə bağlı bir sualdır. Rəyə əsaslanır. Sualı oxuyun. Davam edək. Deyir ki, bu dəfə yazdığın essedə keçən dəfə etdiyin səhvləri artıq etməmisən. Deməli, verilən rəylərdən nəticə çıxarmısan. İndi isə daha çox orfoqrafiya səhvlər etmisən. Onları da düzəltmək üçün bir qədər də çalışmalısan. Əsas odur, fəaliyyətində nəzərə çarpacaq irəliləyişlər var. Bu rəydə çatışmazlıq nədir? Bu rəy şagirdə yol göstərmir. Diqqətli olun. Yol göstərmir şagirdə. Burada deyir ki, məsələn, bax, bu dəfə yazdığın essedə keçən dəfə etdiyin səhvləri artıq etməmisən. Deməli, verilən rəydən nəticə çıxarmısan. Biraz ümumilik var rəydə. İndi isə orfoqrafiya səhvləri etmirsən. Onları düzəltmək üçün bir qədər də çalışmalısan. Əsas odur, nəzərə çarpacaq dərəcədə irəliləyişin var. Amma hansı irəliləyiş konkret nədən ibarətdir? Konkret yoxdur. Yol da göstərmir ki, necə aradan qaldıra bilər. Şagirdə o orfoqrafiya səhvləri necə düzəldə bilər? Bir lüğətə yönəldər, ya neyniyər? Bu yoxdur. Bu hansı pedaqoji yanaşmaya ziddir, yəni əksdir. Müəllim dərs prosesində daha çox şagirdlərin uğurlarını vurğulamaqla onların özünə inamlarını formalaşdırmağa nail ola bilər. Bu da zaten uğurunu vurğuluyur. Buna zid deyil. Müəllim şagirdlərin fəaliyyətini onların özləri ilə müqayisə edərək, xeyr, burada özünə müqayisə yoxdur. Başqasına müqayisə etmir axı ki, ziddi də özü ilə müqayisə olsun. Müəllim şagirdin fəaliyyətini stimullaşdırmaq üçün onların fəaliyyətini davamlı olaraq izləməli, uğurlarını qeyd etməlidir. Xeyr. Müəllim şagird fəaliyyəti haqqında məlumat verərkən onların yalnız uğurlu tərəflərini deyil, həmçinin inkişafa ehtiyacı olan tərəflərini konkret yollar göstərməklə vurğulamalıdır. Bu situasiyada yol göstərmir. Yol göstərmir. D variantı da deyir ki, yol göstərməlidir də. Demək ki, verilən situasiya D-dakının əksidir, ziddidir. Yəni, verilən yanaşma D variantındakı olan pedaqoji yanaşmaya əksdir. Müəllimin şagird fəaliyyətini müqayisəli təhlil apararaq onun əvvəlki vəziyyəti ilə indiki vəziyyətini əlaqələndirməsi şagirdin inkişafının xeyr, aidiyyatı yoxdur. Burada cavab olmalıdır D variantı. Yəni deyirəm, məntiqimiz eynidir. Verilən situasiya yanlış situasiyadır. Bu hansı düzgün pedaqoji yanaşmanın əksidir. Onu təbii ki, bir-birinə məntiqi əlaqələrindən tapmaq lazımdır ki, əslində bu olsaydı bu baş verməzdi. Belə yanaşmaq lazımdır. Yoxsa siz durub, əgər situasiya haqqında səhv fikir tapırsınızsa, səhv edirsiniz. Yəni, elə yanaşmağımız da özü yanlışdır. Növbəti suala baxırıq. 6-cı sual oxuyun. Baxaq. Debat zamanı mövqeyini müdafiə etmək üçün argumentlərin kifayət qədər əsaslı deyil. Müsbət yanaşma ilə başlamadı, mənfi yanaşma ilə başladı. Buna görə çıxışını təhlil edib dəyərləndir və nəticəni yoldaşlarınla müqayisə et. Həmçinin növbəti debatlarda reqlamentdən, yəni reqlament nədir? Qaydadan kənara çıxmamağa diqqət et. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya əksdir, ziddir? Baxaq, şagirdlərin müxtəlif sinif fəaliyyətlərinə cəlb etməklə onların öyrənmə prosesində aktivliyini təmin etmək mümkündür. Müəllim şagirdlərin məgər müxtəlif sinif fəaliyyətlərinə cəlb etmədiyi var situasiyada? Xeyr. Şagirdlərin sinif qaydalarına əməl etdiklərini müşahidə edib onlara davranış pozuntularının səbəb olan hallar barədə informasiya aidiyyatı yoxdur. Şagirdlərin fəaliyyətindəki uğurlu məqamlara istinad etməklə onlara özünə inam formalaşdırmaq, effektiv nəticə əldə etməsini təmin etmək mümkündür. Amma müəllim cavab C-dir. Niyə?
Çünki axı bayaq dedim ki, müəllim burada müsbət yanaşma ilə başlamır, yəni müsbətini demir. Onda belə çıxır ki, amma nə etməlidir müəllim? Şagirdin fəaliyyətindəki uğurlu məqamlara istinad etməklə onlara özünə inam formalaşdırmalı, nəticə əldə etməsini təmin etməlidir. Amma müəllim nə edibdir? Təmin eləmir. Yəni müəllim onların mənfi tərəfindən başlayıb. Ona görə səhvdir. Müəllimin yanaşması, yəni buradakı situasiyadakı yanaşma C variantının ziddidir, əksidir. Şagirdin sosial emosional bacarıqlarının inkişafına şərait yaradıb, onun müxtəlif fənlərdə marağını artırmaq, burada maraqsızlığı ilə bağlı bir şey yoxdur ki, D onun əksi olsun. Valideynlər və digər fən müəllimləri ilə müzakirələr nəticəsində şagirdlərin təlim ehtiyaclarını müəyyənləşdirib, ona müvafiq şagirdlər istiqamətləndirmək mümkündür. Xeyr, burada şagirdlərin istiqamətləndirilməməsi ilə bağlı bir məsələ yoxdur. Burada göstər şagirdə yol göstərmə var. Deməli, onun ziddi deyil. Burada çatışmazlıq odur ki, uğuru vurğulanmır. O da uğuru vurğulamalıydı əslində. O gördüyünüz kimi C-də göstərilib. Növbəti suala baxırıq. Bu sonuncu sualdır, 7-ci sual. 7 sual seçmişəm ki, bunu sizə təqdim edeyim. Bu suallar həm də Time-in test bankından, eyni zamanda özümün hazırladığım suallardandır. Baxaq. Oxuduzsa davam edək. Bir aydındır ki, komanda olaraq səy göstərmisiniz. Lakin təqdim etdiyiniz layihə işi sizdən gözlənilənləri doğrultmadı. Görürüz, mənfi ilə başladı. Hazırladığınız məhsuldan iddiası səyini vurğuluyur, amma onlara daha çox negativini vurğuluyur da. Hazırladığınız məhsulda yaradıcılıq elementləri kifayət qədər deyil. Ümid edirəm ki, növbəti dəfə daha effektiv nəticə üçün səhvlərini düzəldərsiniz. Yəni burada şagirdə yol göstərmə də yoxdur ha. Mən durub uşağa deyim ki, mən ümid edirəm sən bunu düzəldəcəksən. Onda uşağa yol göstərirəm. Xeyr. Mən uşağa yol göstərməliydim, amma yol göstərməmişəm. Eyni zamanda şagirdə addım atmağa, irəliyə getməyə istiqamət verməmişəm. Sonra səhvlərini necə düzəltməyi ilə bağlı istiqamət verməmişəm. Deməli, bunlar çatışmazlıqlardır. Müəllimin bu addımı hansı yanaşmaya ziddir deyir. Baxaq. İnformasiyanın şagirdlərin necə təqdim edilməsindən asılı olaraq onların müxtəlif intellekt növünün inkişafına şərait yaratmaq lazımdır. Burada məgər müəllim situasiyada inkişaf növünü inkişaf etdirmir, inkişaf növlərini, intellekt növlərini inkişaf etdirmədiyi var ki, xeyr. Yəni bilsiz nətər, bu bunun ziddi ola bilmir. Şagirdlərin tənqid təfəkkürünün inkişafını təmin etmək üçün onlara müxtəlif problemli situasiyalar təyin. Burada situasiyada deyir ki, müəllim şagirdin tənqid təfəkkürünü inkişaf elətdirmir. Yəni bunu da versin ki, hə, deməli inkişaf etdirməli idi. Ziddi deyil. Təlim zamanı konstruktiv mövqeyinin nümayiş etdirilməsi şagirdləri səhvlərdən öyrənməyə yönəldir. Onlara inkişaf üçün aydın yol göstərir. Amma müəllim nədir? Şagirdə yol göstərmir. Yəni demək ki, C variantı bu verilən situasiyanın nəyidir? Ziddidir, əksidir. Tədris zamanı şagird davranışının müşahidəsi müəllimi onların öyrənmə prosesində iştirak səviyyəsini artırmaq üçün nələr edə biləcəyi ilə bağlı xeyr. Müəllim şagirdlərdə yoldaşlarının emosional və idraki proseslərini anlamaq, məgər uşaqlar bir-birini anlamamağı var ki, situasiyada ki, həmin situasiyada E-yə ziddi olsun. Xeyr. Burada sadəcə olaraq müəllim şagirdə yol göstərmədiyi bəllidir. Bir də müəllim şagirdin B deyək də səhvlərindən istifadə edib, yəni səhvlərinin nələr olduğunu və eyni zamanda necə eləyərək bunu aradan qaldıracağı haqqında informasiya vermir, yol göstərmir. Ona görə də cavab situasiyaya zidd olan yanaşma C variantında göstərilibdir. Belə, bu qədər hansı yanaşmaya ziddir tipli suallar haqqında izah eləyəcəklərim bunlardır. Ümid edirəm faydalı oldu. Kanala da abunə olmağı unutmayın və hər birinizə uğurlar arzu edirəm və irəlidə də yenə də bu model bəzi çaşdığımız məqamlar ki var, onlar tipində suallar sizə izah eləyəcəm. Hər birinizə uğurlar, sağ olun, növbəti videoda görüşərik.